Ay uşaq. Götür də bunu. O cəmiyyətə çıxmalıdır, oynamalıdır. Bilirsən ki, xüsusi uşaqdır da. Ay, üzr istəyirəm, bağışlayın. Bağışlayın. Hara getdin sən? Bir dənə, elə bir dənə, elə bir dənə. Ay uşaq. Neysən? Götür də bunu. Bəs, neynədir? Git otur. Yaxşı da, yaxşı, neynədir? Camaat mənə baxır. Hər dəfə səni görə, uşağıma görə mən biabır oluram burada. Neynədir axı uşaq? Qucaqlamaq istədi də. Mən adım sanılmadı, mən də belə adam deyiləm, başa düşürsən? Sənə uşağıma görə mən cəmiyyət içində biabır ola bilmərəm. O da çıxmalıdır bayra, O sosiallaşmalıdır. uşağın, o sən. Məndən uzaq. Yaxşı. Kızım, keşke sen de belə masanı dağıdardın, çəngəli vurardın. Atan sənə heç əsəbləşməzdi. Amma inşallah ki biz bu günləri birlikdə yaşayacağıq. Qardaş, bağışlayın. Səhərdən uşağınıza baxıram. Necə gözəl, necə saf uşaqdır. Ümumiyyətlə, Down sindromlu uşaqlar sevginin, mərhəmətin, səmimiyyətin ən saf halını göstərirlər. Amma sevgiyə, qayğıya və ən əsası qəbul olmağa hər uşaq kimi ehtiyac duyurlar. Uşaqlarımızın bacara bilmədiklərinə deyil, bacara bildiklərinə baxaq. Hər uşağın içində kəşf edilməyi gözləyən bir gözəllik var. Bunu unutmayaq.